Bu dəfə də badımcandan çox ləzzətli həftəbəcər qarışıq turşu hazırladım. Əvvəlcə badımcanları təmiz yudum. Bu turşu üçün mütləq çalışın ki, ətli badımcanlar alın. Badımcanların baş hissəsini kəsib, qabıqlarını da tam yox, zolaq soyuram. Badımcanlar həm iri, həm də ətli badımcanlar olduğu üçün hər badımcanı 3 hissəyə gördüyünüz kimi bölüb və böldüyüm hər bir hissəni də 2 və ya 3 yerə bölüb yığıram. Qaynar suya hər bir litrinə 1 yemək qaşığı dolu duz olmaqla qarışdırıb, badımcanlardan hissə əlavə edib, çox az 1-2 dəqiqə pörtlədib yığıram. Üzərinə mütləq bir ağırlıq yerləşdirib 4-5 saat saxlayıram. Təmiz yuduğum göyərtlərin üzərinə isə biraz seçmə alma sirkəsi əlavə edib bir neçə dəqiqə gözlədirəm. Seçmə alma sirkəsindən həmçinin salatlarda və müxtəlif soslarda da mütəmadi olaraq istifadə edirəm. Şirin balqar biberləri, acı biber və sarımsağı da uzun şəkildə doğrayıram. Gördüyünüz kimi badımcanlar mütləq 4-5 saat müddətində ağırlıq altında bu cür preslənməlidir. Üzərinə doğranmış tərəvəzləri əlavə edirəm. Göyərtlərdən bu dəfə kərəviz və nanədən istifadə etdim. Üzərinə 1 yemək qaşığı yarım yodsuz turşu duzu əlavə edib əvvəlcə yaxşı qarışdırdım. Üzərinə yarım stəkanda seçmənin üzüm sirkəsindən əlavə etdim. Bir dəfə də yaxşıca qarışdırıb balonlara doldururam. Verəcəyim reseptlə 1 ədəd 3 litrlik balon, 1 ədəd də 1 kiloqramlıq balon turşu alınır. Tərəvəzləri əvvəlcədən duzladığım üçün balonlara çox duz əlavə etmirəm. Turşularımda seçmə üzüm sirkəsindən istifadə edirəm. Turşuların dadını və ətrini gözəl tamamladığı üçün seçmə sirkələrinə üstünlük verirəm. 1 litrlik bankaya yarım stəkan, 3 litrlik balona isə 1 stəkan dolu üzüm sirkəsi əlavə etdim. Hər balona 1 və ya 2 diş qənd əlavə edib, üzərinə çıxana qədər adi soyuq filtr suyu ilə doldururam. Kapron qapaqla qapağını möhkəm bağlayıb, biraz gördüyünüz kimi çalxalayıram ki, duzlu sirkədə hər tərəfinə yayılsın. Qapağını yenidən açıb, üzərini su ilə tamamlayıb, sərin yerdə qışa saxlayıram. Arada bir mütləq yoxlayın, balonların başından suyu azalarsa, duzlu soyuq su ilə balonları doldurun.